Bismillah və elhamdülillah və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Əziz qardaşlarım, yeni bir videoda qarşınızdayım. Allah Azze ve Celle ilə bu videoda sizlərə Elşad Mirinin yeni ortaya atmış bir iddiası barədə qısa olaraq cavab vermək istəyirəm, danışmaq istəyirəm. Və Elşadın yeni ortaya attığı iddialardan da birisi nədir? Hər kəs namazı öz dilində qılmalıdır məsələsi. Yəni, namaz qılan insan Azərbaycan dilində namaz qıla bilər və buna da İbrahim surəsi 4-cü ayəti dəlil gətirir ki, Allah Azze ve Celle buyurur ki: "Və mə ərsəlnə bir rasulin illə bilisani qavmihi liyubeyyinə ləhum." Biz hər bir peyğəmbəri, hər bir rəsulu onun qövminin dilində göndərdik ki, onlara bəyan etsin. Və Elşad Miri bu ayəti dəlil gətirərək, bu ayəti götürərək insanlara izah eləmək istəyir ki, əgər rəsul öz dilində gəlibsə və insanlara öz dilində çatdırıbsa, deməli, bugün də mən Azərbaycanlıyam, mənim öz dilim var, mən öz dilimdə ibadət edə bilərəm. Başqa birisi Rusda, onun dili Rus dilidir, o dildə ibadət edə bilər və yaxud da ki, başqa bir dil. Baxın, gözəl qardaşlarım, ümumiyyətlə belə bir iddianı 1400 il ərzində deyən heç bir kəs olmayıb. Zaten biz hər zaman Elşad Miriyə rəddiyə edərkən və cavab verərkən demişik ki, bu adamın danışdığı şey 1400 ildir danışan heç kəs yoxdur. Və belə bir elm, belə bir din ola bilməz ki, din gəlib, Peyğəmbər sallallahu aleyhi və səlləm insanlara onu çatdırıb, heç kim bununla əməl etməyib, heç kim bu din nədir bilməyib. 1400 ildən sonra Türkiyədə bir neçə ilahiyyatçı və Azərbaycanda Elşad Miri çıxıb deyir ki, sən demə 1400 ildir insanlar hamısı bu dini səhv başa düşüblər, düzgün əməl etməyiblər. Biz indi Quranı oxuduq, hərəmiz bir 10 cilt, 20 cilt kitab yazdıq, hamı yalancıdır, hamı səhvdir. Biz sadəcə Quranı insanlara tövsiyə edirik, amma yanında bizim 20 cilt kitabımız da. Biz Quranı insanlara tövsiyə edirik 500-ünə çəkdiyimiz video ilə. Biz Quranı insanlara tövsiyə edirik, onun təfsirlərini yazaraq. Bəs əgər bu təfsirlər etibar olunurdsa, niyə səndən öncə yazılanların təfsirləri etibarsız oldu? Və yaxud da təfsir edərkən hədislərdən istifadə eləmək mümkün idisə, nəyə görə səndən öncə yazılanlar mümkünsüz hala gəlmiş olur? Bu da onu göstərir ki, siz ancaq Quranı öz nəfsinizə uyğunlaşdırmağa çalışırsınız. Yəni, Quranın hökmləri ilə əməl edə bilmirsiniz, əməl etmək sizə çətindir və siz əməl edə bilmədiyinizə görə hökmdən üz döndərdiyinizi etiraf etmirsiniz. Nə edirsiniz? Hökmü öz əməllərinizə uyğunlaşdırmaq istəyirsiniz. Yəni, Allah Azze ve Celle'nin kitabını təhrif etmək istəyirsiniz. Amma əlbəttə ki, o kitab qorunmuş bir kitabdır. Baxın, indi gələk, əziz qardaşlarım, ayətin təfsirlərinə baxaq. Məşhur təfsir alimləri var. İbn-i Cərrad Tabari, İmam Qurtubi kimi, İmam Bəğavi kimi, İbn-i Kəthir kimi. Yəni, çoxdur əlbəttə təfsir alimləri, amma bunlar ən məşhurlarıdır və mən çalışacağım burada İmam Bəğavi və İbn-i Kəthirin qövüllərini sizə oxuyum, sözlərini sizə oxuyum ki, onlar bu ayəti belə anlayıblar. Yəni, ayətin təfsirinə baxdığımız zaman 1400 il ərzində ayəti bu şəkildə anlayan olubmu ki, aha, Allah Azze ve Celle bu ayətdə deyir ki, hər kəs Azərbaycan dilində namaz qıla bilər. Türk dilində namaz qıla bilər, Rus dilində namaz qıla bilər. Çünki bu da mümkünsüz bir şeydir ki, bu ayəti sadəcə və sadəcə bu dövrdə kimsə bu şəkildə oxusun və anlasın, heç kim bunu bu şəkildə anlamasın. Yəni, belə bir din yoxdur. Əzizlərim, belə bir din anlayışı, nəinki dini, elmi iştiqaldə, elmi məsələlərin ortaya qoyulmasında belə bir şey yoxdur. Bu, siz nəyə bənzəyir? Yəni, riyazət elmi belə qoyulub ki, 2 üstəgəl 2 4'dür. Birdən biri çıxıb deyir ki, 2 üstəgəl 2 5'dir. Bu illər ərzində kitablar yazanlar, ortaya bu metodikanı qoyanların hamısı səhvdir, səhv başa düşüblər. Mən bildim ki, 2 üstəgəl 2 5'dir. Və 2 üstəgəl 2'nin 4 olduğunu başa düşməyənlər, riyazət elmindən cahil olanlar, riyazətin nə olduğunu bilməyənlər, hesablamanın onun həyatına faydası olmayan insanlar çıxır nə deyirlər? Aha, 2 üstəgəl 2 5'dir. Çünki niyə? O bizi oyatdı. O bizə başa saldı. Amma hamı səhv demiş oldu. Baxın, Elşadın iddiaları belə bir iddiadır. Yəni, adam özündən öncə heç kəsə istinad göstərə bilmir ki, mən də kimdənsə aldım. Bu özü böyük bir belə deyim də fəsaddır və həmçinin böyük bir məntiqsizlikdir. Hansı ki, məntiqi tutar axtarırlar hər şeydə. Baxın, İmam Bəğavi rahimehullah buyurur ki, bu ayətin təfsiri ilə bağlı. Billuğatihim liyefhamu anhu. Yəni, Allah Azze ve Celle onların dillərində danışan və başa düşən bir peyğəmbər göndərdi. Fəin qilə, əgər deyilsə ki, keyfə hədə və qəd ba'atən nəbiyyü sallallahu aleyhi və səlləm ilə kəffətil xalqı. Bəs onda necə olur ki, Allah Resulü sallallahu aleyhi və səlləm
insanlığın hamısına göndərilmiş olur. Qıyla deyirlər ki, bu'ithu minəl ərəbi bilisanihim. Bəli, Peyğəmbər sallallahu aleyhi və səlləm ərəblərin dilində onlara göndərildi. Və nəsu təbəun ləhum. Və insanlar da tabi oldular. ثُمَّ بَثَّ الرُّسُلُ إِلَى الْأَطْرَافِ يَدْعُونَهُمْ إِلَى اللّٰهِ وَيُتَرْجِمُونَ لَهُمْ بِأَلْسِنَتِهِمْ. Və həmçinin burada İbn Kəsir rəhməhullah həm rusul, həm rasul kəlməsini istifadə edir. Nəyə görə? Bütün rəsullar və həmçinin Rəsulullah sallallahu aleyhi və səlləm insanları təşviq elədi, ətrafını təşviq elədi, Allaha dəvət eləməyə və dəvət eləyib getdikcə, elm yayıldıqca, din yayıldıqca onların dilinə də çevrilməyə, tərcümə edilməyə başlandı. Yəni, baxın əziz qardaşlarım, din sadəcə Ərəb yarımadasında qalmadı ki, din gəldi də böyüdü qardaş. Ömər radiyallahu anh'ın dövründə Persiya dağıldı, din böyüdü. Bir tərəfdən Romaya, bir ucu Çinə, bir yuxarısı Xəzər dövlətinə, yəni Azərbaycana qədər gəlib çıxdı. Və əlbəttə ki, dinin kökü ərəbcə olaraq qalsa da, həmin mətnlər dəvət olunduqca, getdikcə başqa yerlərdə bu dili öyrənənlər vasitəsilə o dillərə tərcümə olundu və insanlar hamısı dini bu şəkildə öyrənmiş oldu. Bu əsnada hansı sahabə gedib, məsəl üçün, Xəzər dövlətində dəvət aparan zaman dedi ki, sizin diliniz türkdür, siz ibadət türk dilində eləyin. Roma tərəfə gedəndə dedi ki, sizin diliniz latındır, latın dilində ibadət eləyin. Salman el-Farisi var idi. Allah Resulü sallallahu aleyhi ve sellem'e iman gətirmişdi. Onun yanındaydı. Allah Resulü deyərdi də Salmana ki, öz dilində ibadət elə. Həmçinin Ömər radiyallahu anh'ın dövründə Persiyanın işğalından sonra Salman Farisi orada vali olaraq təyin olundu. İnsanlara deyərdi də, dini öz dilimizdə. Böyük bir kütlə var idi. İnsanlar kütləsi vardı. Hamısına deyərdi ki, dini öz dilinizdə öyrənin və yaxud öz dilinizdə namaz qılın, öz dilinizdə hər bir şeyə əməl edin. Əlbəttə bunu demədi. Əgər bu caiz olan bir şey olsaydı, bu doğru olan bir şey olsaydı, əlbəttə bunu ən birinci sahabə əməl edərdi buna. Həmçinin İbn Kəsir rəhməhullah buyurur ki, "Həzə min lütfihi təala bi xalqihi." Bu deyir, Allahın insanlara vermiş olduğu, yaratdıqlarına vermiş olduğu bir lütfdür. "Ennehu yursilu ileyhim rusulan minhum bi lugatihim liyefhamu anhum ma yuridun və ma ursilu bihi ileyhim." Çünki deyir Allah azza və cəllə onlara öz dilindən rəsullar göndərdi. Onlar onu başa düşdülər və istədikləri şeyi də onlardan öz dillərində soruşdular. Necə ki İmam Əhməd rahimehullah bu barədə buyurur ki, Vaki dedi ki, Ömer İbn Zər dedi, Mücahid dedi, Əbu Zər radiyallahu anhu dedi ki, Allah Resulü sallallahu aleyhi ve sellem dedi, "Ləm yəb'athillahu nəbiyyən illə bil-lugati qavmihi." Şübhəsiz ki, biz hər bir qövmü öz dilində nəbi və ya rəsul göndərdik. Baxın, bu təfsirlər hamısı bizə bildirir. Bu, indi mən İmam Bəğəvidən oxudum, İbn Kəsirdən oxudum. Hansı təfsiri açırsınız, İmam Təbərini açın, İmam Qurtubini açın, hamısında izahlar bu cürdür. Biz başa düşürük ki, bu ayətdən, bu hökmü Elşad və onun kimi olanlardan başqa, insanlara azdırmaq istəyənlərdən başqa heç kim o ayətləri o şəkildə anlamayıb. Və 1400 il müddətində də tarixi hadisələrdən də istinadlar gətirdim ki, bu şəkildə davam edib. Yəni, fəth olunan heç bir yerdə insanlar öz dillərində ibadətə məcbur edilməyiblər və ya da deməyiblər ki, gəldiyi Azərbaycana çıxdıq, sizin diliniz türk dilidir, Azərbaycan dilidir, siz Azərbaycan dilində ibadət edin. Belə bir şey yoxdur. Yəni, əlhamdülillah, din apaçıqdır. Sadəcə onu azdırmaq istəyənlər var, insanları dindən çəkindirmək istəyənlər var və Elşadın bu dəvətinə görə həqiqətən də dinsiz olan insanlar dinin əleyhinə nə qədər onun söhbətlərindən dəlillər əldə edirlər. Onun söhbətlərinə qulaq asırlar və yönləndirirlər. Yəni, sən elə şeylər danışırsan ki, Elşad, bugün bir kəs sənin metodunla getsə, bir məsəl üçün də çox ilaha, əstəğfurullah və tüblə inanan bir kəs biz ayətlərini götürüb deyər ki, Allah azza və cəllə də biz deyil. Deməli, bir deyil də bir çoxdur. Və sənin məntiqinlə həmin kəs düz demiş olur. Bir neçə ilah var, ona görə Allah azza və cəllə biz deyə xitab edir. Digər ilahları da bu məsələlərin içərisində daxil edir. Çünki sənin məntiqinlə gedir. Oxuyur, ürəyi necə istəyir, nəfsi necə istəyir, keyfi necə istəyir, elə də anlayır. İstinada ehtiyac yoxdur, sahabəyə ehtiyac yoxdur, tabinə ehtiyac yoxdur, alimlərə ehtiyac yoxdur. Mən belə anlayıram, belə də yaşayıram. Yəni, sənin qoyduğun metod insanları dinsizliyə qapı açır. Zaten sənin tərəfdarların dinsizlərdir və sənə aldanan dindarlardır. Yəni, çoxu dinsiz təbəqədir. Səni sevən, namaz qılmayan, oruç tutmayan, dindarlara yobaz kimi baxan, gerici kimi baxan dindarlara və dinə nifrət edən nə qədər insan varsa, hamısı sənin sevginlə
böyüyür. İçlərində sənə qarşı sevgi var. Bir dənə video buraxırıq. Nə qədər dinsiz, tərbiyəsiz adam var, hamısı altından səni tərif edir və bizə qarşı təhqir yönləndirir. Özü də nəyisə danışıb gülümsəyəndə məni istehza ilə ittiham edir, amma dalınca mənə təhqir edir. Bu əxlaq timsalıdır da. Yəni sənin tələbələrindən onsuz da bir şey gözləmirik. Nə əxlaq cəhətindən, nə elm cəhətindən. Ancaq məntiq də belə ki, üfqü geniş bir şeydir, qardaş. Sənin məntiqin bura qədərdir, digərinki daha genişdir, digərinki daha qıtdır. Yəni sən bir şeylərin qapısını açırsansa, digəri daha da böyüdə bilər, genişlədə bilər. Başqası da, sən 2 rükət namazdan danışırsan, Azərbaycan dilən danışırsan, adam ümumiyyətlə deyir ki, namaz elə ələ açmaqdır, səcdə eləməkdir, dilə də danışığa da ehtiyac yoxdur. Onun da məntiqi ona. Yəni nəticədə oxuduğu necə istəyirsən anlayıb başa düşməkdirsə, hər kəs istədiyi kimi anlaya bilər. Bu da çox təhlükəli bir qapıdır. İnsanları küfrə yönləndirməkdir. Allah Azəvə Cəllə bizi eşitib faydalanan qullarından etsin. Əmin. Vəlhamdülillahi Rabbil Ələmin.